Hər vaxtınız xeyir əziz dostlar. Daha bir həftənin sonuna gəlib çatmışıq və biz yenə də canlı yayımdayıq. Bugün yol nəqliyyat hadisələrindən danışacağıq. Baş Dövlət Yol Polis İdarəsi artıq ötən ilin statistik göstəricilərini açıqlayıb və hadisələrdə azalma var, ölüm, xəsarət hallarında da azalma var. Dünyada baş verən bir neçə maraqlı yeniliklər var. Sürücülər üçün maraqlı olacaq. Bunlardan da danışacağıq və tərəfdaşımız Bolt şirkətinin Azərbaycanda taksi və kuryer xidməti ilə bağlı gördüyü işlərdən danışacağıq. Eyni zamanda mikromobillik üçün atılan addımlardan. Hər başdan deyim, sıxlıq tıxac mövzusunda artıq Bakı şəhərində müəyyən işlər görülür. Həsən Əliyev küçəsi ilə Koroğlu metro stansiyasını birləşdirəcək yeni yolun çəkilməsi barədə bugün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən məlumat yayıldı ki, işlər sürətli şəkildə gedir və çox güman ki, bu yayın sonlarında həmin yol istifadəyə veriləcək. Nərimanov rayonu ərazisində daha bir yolunda tikintisi gözlənilir. Tbilisi prospektində hərəkətin təşkili ilə bağlı müəyyən dəyişikliklər gözlənilir. Xüsusən də bu Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsi, yəni o İS-Petrolun qarşısı. Orada müəyyən dəyişikliklər var. Şamaxınka ərazisində bu işlər görülüb, svetoforlar da quraşdırılır və orada hərəkətin təşkili ilə bağlı ediləcək dəyişiklikləri də biz 2 gün öncə aynada müzakirə etdik, təkliflərimizi vermişik və hesab edirik ki, orada geriyə dönmə yerində müəyyən nizamlama işlərinə ehtiyac var ki, tunelə girməyib sağla Şamaxınkaya daxil olanlar gəlir bu geriyə dönmə yerində 4 zolağı zəbt edib, ancaq sola dönənlər artıq bir 2 zolağa yığışsınlar ki, 2 zolaq da düzünə hərəkət edə bilsin. Başqa bir layihə isə Günaydın restoranının qarşısıdır. Xətai prospekti ilə Koroğlu Rəhimovdan gələn İrəvani küçəsi ilə davam edən və Günaydın restoranının qarşısında o xaotik vəziyyət yaranan ərazidir. Orada Əbdüləzəl Dəmirçizadə küçəsi var. O küçənin də bir tərəfli olması nəzərdə tutulur. Bunu da bərbaşdan deyim, sürücülər bilsinlər ki, gələcəkdə orada hərəkətin təşkili ilə bağlı müəyyən yeniliklər olacaq və buna hazır olmaq lazımdır. Ayna tərəfindən bu layihələr simulyasiya edilib və biz yaxşı nəticələr gözləyirik. Düzdür, bu daimi bir həll yolu deyil. Orada bilirsiniz, artıq qazıntı işi aparılıb. Ağşəhərdən Babəkə çıxanda bilirsiniz, yol bağlıdır. Orada tunel tikilir. O tunel vasitəsilə birbaşa gəlib bu Çanaqqala restoranı filan tərəfə yol çıxacaq ki, Heydər Əliyev prospektində kəsişmə problemi yaranmasın. Bundan başqa Bakı şəhərində bir neçə metro stansiyasının tikilməsi nəzərdə tutulur. Burada işlər görülür. Dəmir yolu ilə bağlı sərnişin daşımada maraqlı addımlar atılacaq. İndiyə qədər istifadə olunmayan xətlərin istismarı nəzərdə tutulur. Hansı ki, ətrafında tikililər filan aparılıb, çətinliklər yaranır. Onunla bağlı da müəyyən işlər görüləcək. Ümid edirik ki, bu yaxın 5 il ərzində görüləcək işlər yaxşı nəticə versin. Amma mən bunu həmişə demişəm, bugün də təkrar edirəm ki, Bakı şəhərində yaranan sıxlığın, xaosun əsas səbəbi bölgələrdir. Bölgələrdə nə qədər yaşayış üçün cəlb edici şərait yaradılmayıbsa, ona qədər bu çətinlik davam edəcək. Çünki əlinə imkan düşən Bakıya qaçır, iş tapa bilməyən Bakıya qaçır. Yəni, Azərbaycanın paytaxtı Bakıdır. Bakının da bu qədər yüklənməsi ciddi problemlər yaradır. Ona görə bölgələr inkişaf etməlidir. Bölgələr iş yerləri ilə, maraqlı layihələrlə ancaq cəlb edici ola bilər. Bu barədə daha geniş danışarıq. Qismət olsa, yol nəqliyyat hadisələri ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin açıqladığı məlumatlara bir nəzər salacağıq. Deməli, 2024-cü illə müqayisədə 2025-ci ildə ölkə ərazisində baş vermiş yol nəqliyyat hadisələrinin sayı 1427-dən 1252-yə inərək 175 fakt, yəni təxminən 12% azalma ilə müşahidə edilib. Bu
1252 hadisə sırf ölüm və xəsarətlə nəticələnən hadisələrdir. Yoxsa belə ümumilikdə bir-biri ilə toqquşan, bir-birinin buferi nəzən, farasını sındıran, qapısını nəzən, xırda sığorta hadisələri çoxdur. Bəlkə də minlərlə belə hadisə qeydə alınır. Bu 1427-dən 1252-yə düşən hadisələr isə sırf ölüm və xəsarətlə nəticələnən hadisələrdir. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilir ki, bu hadisələr nəticəsində həyatını itirənlərin sayı 764 nəfər olub 24-cü ildə, 2025-ci ildə isə 689 nəfər olub, 75 nəfər, yəni burada da bir 10% təxminən azalma göstərir. Ümumilikdə deyək ki, 75 nəfərin azalması çox da rahatlıq yaratmamalıdır. Çünki 689 nəfərin bir il ərzində yol nəqliyyat hadisələrində ölməsi ağır bir göstəricidir. 689 ailə faciəsidir. Onların ətrafında olan qohumların, yaxınların faciəsidir. Görün nə qədər əzab-əziyyət çəkir insanlar. Deyək ki, bir körpə uşaq dünyasını dəyişir. Təkcə o ailə əziyyət çəkmir ki, onun ana-babası var, ata-babası var, nə bilim, xalası, bibisi, hamısı, bütün ailə stres içində bir dəhşət, bir faciə yaşayır. O baxımdan, yəni, bu 75 hadisənin azalması bizi rahatlatmamalıdır. Daha çox iş görməliyik, daha çox təbliğat aparmalıyıq. Nəzarət tədbirləri daha da güclənməlidir. Bax, belə azalmalar hər il təxminən belə baş versə, bir 10 ildən sonra təsəvvür edin, Azərbaycanda, nə bilim, 100-200 belə hadisə baş verə bilər ki, bunu normal qəbul eləmək olar dünya statistikası ilə müqayisədə. Təəssüf ki, bu hadisələrin böyük əksəriyyəti piyadaların vurulması ilə nəticələnən hadisələrdir. Əksər hallarda piyadaların 2 və daha artıq şəxs formasında, toplu formada vurulması nəticəsində olur. 2-3 adamı görürsünüz eyni vaxtda maşın vurur. Adətən də valideyn yanında da uşaqlarla yolu keçir və görürsünüz hamısını eyni vaxtda maşın vurur. Və bu çox dəhşətli bir mənzərədir və biz bundan heç də razı deyilik ki, bu 75 hadisə azalıb. Amma ümumilikdə yaxşı bir tendensiyadır ki, azalmaya doğru gedir say. Və bugün bizim Avtosfera saytında maraqlı informasiyalar yayılıb. Marağınız olsa bizi sosial şəbəkələrdən də izləyə bilirsiniz. Instagram, Facebook, TikTok, YouTube kanalı və Telegramda da varıq. Eyni zamanda Facebookda bir neçə səhifədə və qrupda paylaşımlarımız olur. Əməkdaşlarımız paylaşırlar bu məlumatları. Mən düşünürəm ki, hər biriniz üçün maraqlı olacaq. Təsəvvür edin, Rusiyada maraqlı bir qərar qəbul olunub. Aliment ödəməyən şəxslərin sürücülük hüququ məhdudlaşdırıla bilər. Söhbət, yəni bir dəfə aliment gecikdirənlərdən getmir. Rusiyanın məhkəmə icraatı qanunvericiliyinə əsasən dəfələrlə aliment ödəməyən şəxsə qarşı cəza tədbiri kimi sürücülük hüququ bir ilədək məhdudlaşdırıla bilər. Bunun üçün qərarı həm hakim, həm də pristav, yəni məhkəmə icraçısı verə bilər. Rəsmi xəbərdarlığa rəğmən borclu şəxsin ödədiyi aliment miqdarı 10.000 rublu, yəni 217 manat aşdığı təqdirdə sürücülük hüququ bir il müddətinə, bir ilə qədər müddətə məhdudlaşdırıla bilər. Yəni, bu qanunlar dünyada tətbiq olunur. Görürsünüz, müsbət dinamika olanda başqa ölkələr də o təcrübədən istifadə edir. Azərbaycan qanunvericiliyinin də demək olar ki, %80-i daha çox Rusiya və SSR-dən qalan layihələr əsasında işlənilib. Mən düşünürəm ki, bu aliment məsələsi ilə bağlı Azərbaycanda da nə vaxtsa bir addım atılacaq bu sürücülərə qarşı. Burada təkcə kişilərdən söhbət getmir. Onu deyim ki, qadınlar da var. Uşaq əgər atada qalırsa, qadın ona aliment ödəyir. Ona görə bu məsələlərdə diqqətli olmaq lazımdır. Ümumiyyətlə, könül istərdir ki, heç boşanma olmasın ki, insanlar da aliment ödəyəsi olmasın. Çünki uşaqlar valideynsiz, atasız qalanda, anasız qalanda çox ağır olur. Yəni, bunu heç bir ailəyə arzulamıram. Təəssüf ki, Azərbaycanda boşanmaların sayı çoxdur. Bunu da dəfələrlə sosioloqlar müzakirə ediblər. Bu sosial şəbəkələr bir çox ailələrin
sağlam təməl üzərində qurulmaması nəticələnir ki, onda sonu gətirir boşanmaya çıxarır. Cinayətlər baş verir, qətillər baş verir. Bu yaxınlarda biz Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Rövşən Tağıyevlə birlikdə Space televiziyasında bir verilişdə olmuşduq. Orada bir xanım vəkil çıxış elədi ki, vəkillərin üzləşdiyi ciddi problemlərdən biri də bəzən kişilərin boşanma ərəfəsində tez qaçıb öz maşınlarını satması olur ki, oradan qadına bir şey düşməsin. Amma bu yəni çox belə deyək də mənəviyyatsız bir hərəkətdir. Çünki bircə nikah dövründə əldə olunubsa, o məhkəmə predmetinə çevrilməlidir və əmlak bölünməlidir. Yəni kişi nə qədər hay-küy salsa da bu əmlakda qadının da hüququ, haqqı var. Ya boşanmamalısan, ya da boşanırsansa paylaşmağı, bölüşməyi bacarmalısan. Bu barədə geniş müzakirələr açmaq olar. Bizim əməkdaşlara da bugün demişəm, o mövzunu geniş şəkildə işləyəcəklər ki, boşanma ərəfəsində bu maşın satanların qarşısı hansısa bir formada alınsın. Yəni, bu da hansısa bir formada əmlak sayılır. Əmlakda qadının da payı var, kişinin də payı var. Daha bir maraqlı məlumatımız var, əziz dostlar. Təhlükəsizlik kəməri ilə bağlıdır. Deməli, Özbəkistanda maraqlı bir layihə qəbul olunub. Təhlükəsizlik kəməri ilə bağlı Sovet dövründən qalmış qaydaları dəyişib özbəklər. Yeni qaydalara görə boyu 1,50 sm, yəni 1 metr 50 sm-dən az olan, həmçinin qabırğa sınığı, astmanın 4-cü dərəcəsi olan xəstələr, ağır ürək əməliyyatı keçirənlər təhlükəsizlik kəməri taxmaya bilərlər. Yəni, burada həm sərnişinlərdən, həm sürücülərdən söhbət gedir. Bunun üçün həkimdən QR kodlu arayış almaq lazım olacaq və bu tələb olunduqda polisə təqdim edilməlidir. Sənədin hüquqi qüvvəsi 1 ildir. Yəni, 1 ildən bir o həkim müayinəsindən keçməlidir və sağlamlıq arayışı alınmalıdır ki, adam sağalıb, yoxsa yenə də xəstəliyi qalıb. Bu boy məsələsi ilə bağlı təhlükəsizlik kəməri niyə lazım deyil? Çünki kəmərin özünün texniki parametrləri var. Yəni, siz oturacaqda elə oturursunuz ki, təhlükəsizlik kəməri bu körpücük sümüyün üzərindən keçməlidir. Amma indi boyu balaca adamlar olur, bir də görsünüz ağzının üstündə. Adama belə gülmə gəlir, amma yəni, daha çox bu uşaqlarda özünü göstərir. Ona görə 12 yaşa qədər uşaqlara təhlükəsizlik kəmərindən taxmamaq icazəsi verilir. Qabaqda da oturmaya bilərlər, oturmamalıdırlar. Yəni, boy məsələsinə görə yanaşma maraqlıdır. Hər halda bunun bir texniki əsasları yəqin ki, var. Ola bilsin, müəyyən qəzalarda ölüm və yaxud da xəsarət hallarında təhlükəsizlik kəmərinin rolu olub ki, boyu balaca insandır. Düşür, məsələn, boyunun bu hissəsinə sərt zərbə nəticəsində kəmər görürsünüz, boyunu qırır və yaxud da adamı boğur. Ona görə ola bilsin, Özbəkistan qanunvericiliyində belə bir dəyişiklik edilib. Və dostlar, bizi ən çox narahat edən məsələlərdən də biri, bu son vaxtlar tez-tez baş verir, xüsusən də qış aylarında təəssüf doğuran haldır. Evdə dəm qazından boğulma nəticəsində ölənlərin sayı adamı narahat edir. Bu hal təəssüf ki, avtomobildə də boğulma halları ilə nəticələnən bir situasiyaya gətirib çıxarır. Məsələn, dünən məlumat yayıldı, yəqin ki, çoxları izləyib bunu. Füzuli rayonunda deməli 48 yaşlı kişi və onun qardaşı oğlu 28 yaşlı bir oğlan deməli işlək vəziyyətdə saxladıqları avtomobildə dəm qazından zəhərlənib ölüblər. Bunu biz dəfələrlə demişik, yəqin çoxları da bilir, yəni peşəkar sürücülər bilir avtomobillə davranış qaydalarını. Bu, əsasən benzin və dizellə işləyən avtomobillərdə özünü çox göstərir. Çünki bu idarəetmə sisteminə düzgün yanaşmırlar. Çox adam ona klimat kontrol deyilir, hava idarəetmə sistemi deyilir. Amma bu resirkulyasiya düyməsi adlanan bir düymə deyil. Avtomobillərin bir çoxunda da bu var və bu düymələrdən düzgün istifadə etmək. Qapalı şəraitdə avtomobilin işlək vəziyyətdə saxlanılması düzgün deyil. Bax, bizim yol hərəkəti haqqında qanuna nəzər salsaq,
yaşayış məntəqələrində nəqliyyat vasitələrinin işlək vəziyyətdə saxlanılması qəti qadağandır. İndi bizim əksəriyyətimizin xarakteri belədir. Yolun kənarında maşını saxlayırıq, kiminəsə sağollaşırıq, mühərrik işlək vəziyyətdə qalır, marketə düşürük, çörək almağa, nə bilim, harasa mühərrik işləməlidir. Yayda kondisioner işləməlidir ki, maşın sərin qalsın, qışda soba işləməlidir ki, maşın isti olsun. Amma nəticə etibarilə biz orada yaşayanları daha çox zəhərləmiş oluruq. Bugün bizim dəyərli dostumuz, avtomobil ustası Sahil Ağabəyli bununla bağlı bizim Avtosfer saytı üçün bir material təqdim etdi və biz də onu dərc eləmişik, sosial şəbəkələrdə də paylaşacağıq və ümid edirik ki, bu bütün izləyicilər üçün faydalı olacaq və Sahil Usta tövsiyə edir ki, resirkulyasiya düyməsi salonun havasını kənardan deyil, avtomobilin öz daxilindən dövriyyəyə buraxır. Yəni, orada ox işarəsi var. Biri var, ox işarəsi göstərir çölə. Bir də var, göstərir belə həlqəvari U şəklində bir düymədir. Ox işarəsi göstərir ki, çöldən gələn havanı içəri buraxır ya da içəridəki havanı dövr eləyir. O düymələrdən düzgün istifadə etmək lazımdır. Əgər siz çöldəki havanı içəri çəkəcəksinizsə, təbii ki, avtomobildən qapalı zonada ixrac olunan zəhərli qazı həmən o sistem qaytarıb salona ötürür ki, bu da iyisiz, görünməyən bir zəhərli qazdır və siz onu hiss etmədən baxırsınız ki, huş getdi, artıq zəhər qana hopur və insan ölür. Bundan əvvəl də yəqin xatırlayırsınız, dəfələrlə qız, oğlan maşında ölü tapılıblar, sevgilisi ilə gedib oturur qarajda, söhbət edir, nə biləm, nə iş görür, nə edir və bir də səhər hay düşür ki, maşında meyit var. Ona görə bu məsələlərdə diqqətli olmaq lazımdır. Ümumiyyətlə, avtomobil yüksək təhlükə mənbəyidir. Kimsə buna oyuncaq kimi baxır, kimsə buna, belə deyək də, həyat tərzini göstərən bir vasitə kimi baxır ki, cəmaat baxsınlar ki, filankəsin də maşını var və maşına elə yanaşır ki, elə bil ki, yəni bir oyuncaqdır. Amma bunun texnikadır. Texnika ilə nə qədər doğru düzgün davransan, o qədər də səni incitməyəcək. Və əziz dostlar, bizim tərəfdaşımız Boltla bağlı məlumatlarımız var. Onları da bölüşəcəyik. Sonra da sualları cavablandıracağıq. Həm sıxlıq, tıxac mövzusunda yer gəlmişkən TikTokda Aysel yazıb ki, tanış olmaq istəyən yazsın. Bekarsınızsa yazın, Aysel ilə tanış olun. Deyirəm, yəni bu cür ciddi mövzuları burada müzakirə edirik. Kimsə də girir oradan, gah deyir 65 qəpiyə atan çörək alın. Biri yazır, tanış olmaq istəyirəm. Sport purjuna görə hər hansısa sənəd almalıyam mı? Bu sualların hamısını cavablandıracağım, amma o sənəd falan keçərli bir şey deyil. Həmin avtomobilin konstruksiyasına uyğun yaylardırsa, deməli ona icazə verilir. Onun da sənədi o yayla bağlı yox, servislə bağlı olmalıdır. Servis rəy verirsə ki, bu yaylar bu avtomobil üçün keçərlidir, bu maşın üçün düzgündür, onda hər hansı bir problem olmaz. Yoxsa hansısa bir şirkət, firma haradasa yaylar istehsal edir və onu sənədlə satır. Ki, hə, bu sənədlə, daha bax, belədir. İndi deyək ki, ov silahları da satılır. Sənədlə, düzdürmü? Siz getdiniz, silahı alırsınız, adam öldürürsünüz. Bunun cəzası olmalıdır da, nə olsun ki, sənədlə satılır. Bu maşında da belədir. Sənədlə satılır deyə sənə verməzlər, axı səni yoxlayırlar, sənin psixikan yerində deyilsən, dəlisən, narkomansan, içki düşkünüsən. Onda görürsünüz, sənə deyirlər ki, olmaz, sən silah saxlaya bilməzsin. Bu maşın da belədir, yəni nə olsun sənədi var, yayların sənədi var. Çoxunuz allanırsınız, o tünik şirkətləridir, müxtəlif avadanlıq istehsal edən şirkətlər də onlar istehsal edib pulun qazanır. Əziyyəti də siz çəkirsiniz. Ona görə dəqiqləşdirin, görün bu maşın üçün bu yay keçərlidirmi? Sizin də purjun deyirsiniz, o purjun deyil, yaydır. Biz ona yay deyirik. Siz də xahiş edirəm, Azərbaycan dilində bildiklərinizi heç olmasa yadda saxlayın və istifadə edin. Deməli, Bolt Azərbaycanda 2025-ci il üzrə mobillik və çatdırılma rekordlarını açıqlayıb. Şirkət açıqlamasında bildirir ki, il ərzində Boltun taksi, mikromobillik, Bolt Food və Bolt for Business xidmətləri istifadəçilərin gündəlik hərəkət və sifariş vərdişlərini əks etdirən məlumatlarla
bizi tanış edir. Taksi xidmətindən danışaq. Deməli, Azərbaycanda hərəkətin pik vaxtı. Azərbaycanda Bolt taksi xidmətində həftənin ən aktiv günü şənbə günü olub. Gedişlərin pik saatları səhər saat 7-9, günorta 12-14, axşam isə 17-19 aralığında qeydə alınıb. Ən çox seçilən götürülmə nöqtələri Bakı Beynəlxalq Avtovağzal kompleksi, Sədərək Ticarət Mərkəzi və 20 yanvar metro və avtobus stansiyaları. Deməli, burada əsas yeri bunlar tutur. 2025-ci ildə bir istifadəçi tərəfindən qət edilən ən uzun məsafə 205 kilometr təşkil edib. Yəni, çox güman ki, bölgələrin hansınasa səfər edib. Ümumilikdə ən populyar gediş kateqoriyası Bolt olub. Dayanıqlı mobilliyə marağın artdığını göstərən göstəricilərdən biri kimi elektrik avtomobillər kateqoriyası üzrə son 6 ayda 102.847 gediş həyata keçirilib. Yəni, taksi parkı yenilənir deyə elektrik avtomobillərinin də sayı çoxdur. Deməli, Bolt Food-la bağlı sifariş verdikləri və sosial təsir kateqoriyasında paylaşımdır bu. Bolt Food üzrə məlumatlara əsasən ən çox sifariş verilən gün cümə günü olub. İlin ən çox sifariş edilən məhsulları sırasında iri kartof, lavaşda şaurma, mən bunu niyə iri oxudum bilmirəm, fri kartofdur. O da şiriflər biraz dəyişib. Bunu fikirləşirəm, iri kartof niyə olsun ki? Fri kartof, təsəvvür edin, orqanizmimiz zay olur gedir. Hamımız bu fri kartofa ilişmişik. Və nəticə etibarilə bu fast food yemək sayılır, orqanizmə də çox ziyandır. Lavaşda şaurma və twister sifariş edənlərin sayı çoxdur. 2025-ci ildə Azərbaycanda ən böyük Bolt Food sifarişi Bakıda qeydə alınıb. 67 məhsuldan ibarət ərzaq sifarişi. Bu kimsə evinə bazarlıq edilmiş, əməlli başlı edib. Ən bahalı sifariş isə yenə Bakıda edilib. 845 avro dəyərində ətir məhsulunu bir nəfər sifariş verib. Adətən ətiri adamlar gedir, canlı olaraq seçir, test edir və s. alır. Amma kimsə yəqin daimi istifadə elədiyi ətir olub, sifariş edib, Bolt onu gətirib çatdırıb. Eyni zamanda 25-ci ildə Azərbaycanda Bolt akselerator proqramı həyata keçirilib. Biz bu barədə dəfələrlə danışdıq. Bu proqramın qalibi Bolt Food platformasında fəaliyyət göstərən kuryer olub. Bu fakt Boltun yerli icmaların iqtisadi imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüsləri əks etdirir. Mikromobilliyə də bir nəzər salaq. Deməli, skuterlərdən danışacağıq. 25-ci ildə Boltun mikromobillik xidmətləri Azərbaycanda, xüsusilə Bakıda qısa məsafələr üçün alternativ hərəkət vasitəsi kimi istifadə olunub. İl ərzində bu bir istifadəçi tərəfindən qeydə alınan rekord skuter gedişi sayı deməli 1016 olub. Skuterlərdən istifadə üzrə ən populyar gün 19 sentyabr tarixində qeydə alınıb. Bu tarix Bakıda keçirilən avtomobilsiz gün, yəqin çoxları xatırlayır, Car Free Day. Ayna ilə birgə təşkil olunan yol təhlükəsizliyi tədbirləri olub. Eləcə də 19-21 sentyabr tarixlərini əhatə edən Formula 1 yarışları dövründə skuter istifadəsinin pik həddə çatması ilə üst-üstə düşüb. Mənə çox maraqlı gəldi. Bir nəfər il ərzində 1016 dəfə skuterdən istifadə edib. Yəni, demək olar ki, adam həyat tərzini skuterlərlə qurub, Bakıda avtomobildən istifadə eləmir, piyada da gəzmir. Ümumiyyətlə, piyada gəzmək mövzusu bir aktual mövzudur. Niyə aktualdır? Bəzən adamlar skuterlə düşürlər bulvara, hava almalar. Yəni, bulvara adətən adamlar düşür ki, gəzsin, bir ayaqları açılsın. Amma insanlar skuterlə gəlir, sakit yanındakı ilə söhbət elədiyin yerdə bir də görürsünüz, yanınızdan bir güllə kimi nəsə keçdi. Bilməm, indi bu da bir həyat tərzidir, amma bulvara çıxmışsınızsa, o skuteri bir kənara qoyub gəzsəniz daha yaxşı olar. Addımlamaq lazımdır, hərəkət etmək lazımdır. Deməli, Bolt for Business korporativ mobillik göstəriciləri də var. 25-ci ildə Bolt Business Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün korporativ nəqliyyatın idarə olunmasında istifadə edilib. Gediş həcminə görə ən aktiv şəhər Bakı olub. Bolt Business üzrə ən aktiv günlər çərşənbə axşamı və cümə, pik istifadə saatları isə saat 12, 16 və gecə 01-3 aralığında qeydə alınıb. Yəni, bu biznes xidmətləridir. Ola bilsin, kimlərsə şirkət nümayəndələridir, gedirlər, haradasa iclaslar keçirirlər, yeyirlər, içirlər və o gecənin o saatında da sifariş verirlər. Bolt şirkətinin nümayəndəsi bu barədə də fikirlərini belə əsaslandırır ki, 25-ci il ərzində toplanan məlumatlar Boltun istifadəçilərin gündəlik mobillik və çatdırma ehtiyaclarını necə qarşıladığını aydın şəkildə göstərir.
məqsədimiz şəhər mühitində daha rahat, əlçatan və dayanıqlı həllər təqdim etməkdir. Bolta təşəkkür edirik, bizim tərəfdaşımızdır. Vüsal İskəndərov, sualların hamısını cavablandıracağım. İşıqfordakı saniyələri bərpa edin. Bu barədə də danışacağım. Dünən biz material paylaşmışdıq. Bəzi sürücülər o işıqforlarla bağlı çox ciddi səhvlərə yol verirlər. Xüsusən də bu saniyələr məsələsində aldanırlar. Adamların gözü ancaq saniyədədir, amma yuxarıda bu svetoforun əsas bölməsi var, ona diqqət etmək lazımdır. Bizim Avtosfer saytına daxil olsanız, o məlumatla tanış ola bilərsiniz. Məlumat odur ki, yol hərəkəti haqqında qanunun tələbinə görə sürücü svetoforun əsas bölməsində göstərilən siqnallara uyğun hərəkət etməlidir. Yəni, o rəqəmlər sadəcə məlumatlandırmaq üçündür, amma bir də görürsünüz, hansısa küçəyə yaşıl dalğa veriləndə bu rəqəmlərin heç bir əhəmiyyəti qalmır. Deyək ki, bu Neftçilər prospektində Kukla Teatrın qarşısında svetoforda olmuşdu. Təsəvvür edin ki, 120 saniyə qırmızı işıq verilib ki, Qoşaqala qapısının qarşısı açılsın. Yəni, orada hərəkət təmin olunsun. Onda o küçə açıq idi, indi bağlıdır, bilirsiniz. Ora avtomobilsiz bir küçəyə çevrilib. Amma imkanlı qaqaşların maşınları həmişə nətər olursa ora girir. Bunu da deyək. Deməli, siz gözləyirsiniz, bu 120 saniyə verilirsə, təbii ki, orada 3 rəqəm olmalıdır. Bu, əlavə bölmənin, yəni o rəqəmlərin də qutusunu görmüsünüz. Cəmi 2 rəqəmi göstərmək olur orada. O da göstərir, məsəl üçün, 99, 98, gəlir, 01, 00 olmamış, təzədən o əlavə 20 saniyəndə orada göstərməlidir. Təzədən göstərir 19, 18. Amma o 99 gəlir 01-ə düşən kimi adam hərəkət edir və artıq nə baş verir? Qırmızı işıqdan keçmiş sayılır. Ona görə əsas bölməyə baxmaq lazımdır. Əsas bölmədə qırmızıdırsa dayanmalısınız, yaşıldırsa keçməlisiniz. Dünən biz o videonu paylaşdıq. Bir Kia markalı avtomobil idi, səhv eləmirəmsə. Yəni, qırmızıda hərəkət edir. Digər iki sürücü də ona aldanıb keçməyə cəhd edirlər, amma yaxşı qutarırlar. Biri stop xəttə çatmamış dayanır, amma o birisi BYD stop xətti də keçib qabağa düşmüşdü. Yəqin ki, ona da bir 40 manat cərimə yazdılar. Olmayanda, Vüsal deyir ki, olmayanda lap pisdir. Pis deyil. İndi hər yerdə onu quraşdırmaq olmur. Əslində, olanda belə çaşqınlıq yaranır. Olmayanda da deyirsiniz, olmur. Amma olmağının faydası odur ki, yol ayrıcına daxil olmursunuz. Təxmini rəqəmləri görürsünüz. Bilirsiniz ki, artıq yaşıl sönmək üzrədir və s. Yəni, bunun sürücü üçün faydası var. Təəssüf ki, Bakı Nəqliyyat Agentliyi o vaxt bir xeyli yerdə quraşdırdı. Sonra da başladı sökməyə ki, bu lazım deyil. Bilmirəm, yeyintiyə yol verdilər, nəyə yol verdilərsə öz quraşdırdıqlarını sonra da özləri sökdülər. İndi gəlin digər suallara da bir nəzər salaq. Xeyli suallar gəlib TikTokdan. Facebookdan da heç nə mənim dostlarımdır. Camal yazıb ki, incimişəm, qardaş, özə yaxşı baxmırsan, yaxşı baxaram bundan sonra. Rəcəb Həsənov da yazır. 100% keçəl oradadır, başa düşmədim. Deməli, sualları bir-bir cavablayaq ki, heç biri qalmasın. Salam. Azər İlyasov yazır ki, tıxacı kimlər yaratdı Bakıda? Tıxacı xaotik tikinti aparanlar, səkidə obyekt tikənlər və bölgələrdə iş tapmayıb və yaxud da elə belə selfie çəkdirmək üçün Bakıya üst tutanlar var. İşini, gücünü, nə biləm, evini, eşiyini, həyət bacasına atıb qaçıqlar Bakıya ki, burada mollarda bir dənə burger yesin, bir dənə də şəkil çəkdirsin, qoysun sosial şəbəkələrə ki, kənddəkilər görsün, desin ki, filankəsin oğlu Bakıda burger yeyir, özü də molda. Bu niyyətlə gələnlər də var, amma əksəriyyəti sosial problemlər ucbatından gəlib, iş axtarırlar, iş tapa bilmirlər. Bölgələr təcili şəkildə inkişaf etdirilməlidir. Bölgələr inkişaf etmədikcə Bakı daha da boğulacaq. 10 milyon əhalinin ən azı 6 milyona yaxını Bakı və onun ətrafındadır. Və onların gündəlik hərəkəti Bakı ilə bağlıdır. Yəni, Bakıdan ya ətrafdakı ərazilərdə işləməyə gedirlər, ya da ətrafdan gəlirlər, Bakıda işləyib qayıdırlar. Ona görə, yəni, Bakının da bir 3 giriş-çıxış nöqtəsi var. Bakı-Şamaxı yolu, Bakı-Quba yolu və Bakı-Qazax yolu.
Bunlar da səhər axşam tıxanır. Çünki biz hara gediriksə, mütləq yolumuz şəhərdən keçməlidir. Kənar dairəvi yollarımız bütöv deyil, yarımçıqdır. Gəlir yolda kəsilir. Məsəl üçün kənar dairəvi yolu götürək, Yeni Yasamaldan gəlir avtovağzalın yanında yoxa çıxır. Amma o bizi aparıb çıxarmalı idi əslində Zabrata qədər, Sabunçuya. Çünki bizi fasiləsiz şəkildə hərəkəti davam etdirməklə aparmalı idi, Ziya Bünyadov prospektinə çıxarmalı idi və oradan rahat şəkildə çıxıb getməli idik. Amma nə baş verir? Bizi gətirir Şamaxinkada yoxa çıxardır, o hərəkət itir orada. Biz girib o Şamaxinkanın 20 yanvarın xaosunu yaşamalıyıq, ondan sonra çıxmalıyıq Ziya Bünyadov prospektinə. Düzgün deyil. Deməli, salam, taksi dayanacaqlarında taksi olmayan maşınlar dayanır, taksilər bu dayanacaqda saxlaya bilmir. Vitrin Mebel yazır bunu. Bu qanun pozuntusudur. Bəli, 40 manat 2 bal cərimə nəzərdə tutulur. Elməddin İmanov yazır ki, salam, nəyə görə dövlət şirkətinə məxsus avtobuslara, avtobus xəttinə girməyə icazə verilmir? Elməddin bəy, adaşım, bu mövzu çox aktual mövzudur. Mən bu məsələ ilə şəxsən məşğulam və bizim Avtosfer saytında da əməkdaşlarımız bu mövzunu araşdırırlar, bir material da hazırlayacağıq və tərəfdaşıyıq onun ki, dövlət şirkətlərinə, lap özəl şirkətlərə məxsus kütləvi daşıma funksiyasını yerinə yetirən avtobuslar, mikroavtobuslar da avtobus zolağına daxil olsunlar. Çünki əgər bir şirkət məsuliyyət hiss edib, öz işçilərini, deyək ki, bir dəfəyə 40 nəfəri, 50 nəfəri, lap 20 nəfəri daşıyırsa, bunun nəyi pisdir ki? Bu da toplu daşımaçılıq sayılır. Yəni, ən azı avtobusun yarısı qədər sərnişin aparır. Deməli, onlara daha yaxşı şərait yaratmaq lazımdır ki, şirkətlər baxsın, görsün ki, onların işçiləri işə tez gəlir, işdən tez gedir, vaxtında evə çatır, evin qayğıları ilə də məşğul olur, işin qayğıları ilə də məşğul olur və həm işin keyfiyyəti artır, adamın həyat tərzi rahatlaşır, evdə də öz problemlərini həll edir, gəlib yüklənmir, beyin ən azından rahat olur və bunun iqtisadi səmərəliliyinə baxsaq daha əlverişli variantdır. Nəinki onları cərmələmək ki, siz bu avtobus zolağına daxil olmayın. Yəni, avtobus zolağı bir nəqliyyat növü üçün qalmamalıdır. Mən bunu deyirəm və əsaslandırıram da ki, bir çox ölkələrin təcrübəsində də bu var. Avtobus zolağına həmin o şirkət maşınları da daxil ola bilər, taksilərə də icazə verilməlidir. Lap yeri gəlsə skuterləri, velosipedləri də onlara yönləndirmək olar. Yəni, bir yolun yarısını kəsib avtobus, yarısını da velosiped zolağı eləməyin bir anlamı yoxdur. Yəni, ikisinin, üçünü, dördünü lap bir yerə yığmaq olar ki, operativ nəqliyyat vasitələri və s. Bizdə indi avtobuslar bir dəqiqədən bir avtobus getmir ki, deyək ki, bir saniyədə 5 avtobus keçdi, bir dəqiqədə 55 avtobus keçdi. Yoxdur da belə bir şey. Yəni, bir görürsünüz, 3 dəqiqədən bir avtobus keçir, 2 dəqiqədən bir avtobus keçir və zolaq da tam boş qalıb. Yəni, o mikroavtobusların orada hərəkəti mümkün ola bilər. Amma bu şərtlə ola bilər ki, deyək ki, siz deyək ki, bir şirkət rəhbərisiniz, hansısa bir logistika şirkəti ilə müqavilə bağlamısınız ki, mənim işçilərimi daşır. Səhər işə apar, axşam da evə. Amma o şirkət, deməli, səhər işçiləri aparır, şirkətə düşürür, sürücü başlayır, sonra o avtobus zolağında öz işlərini həll eləməyə, öz işləri ilə məşğul olmağa. Bax, bu artıq düzgün deyildi. Yəni, o 100% baş verəcək, çünki Azərbaycan reallığında biz bilirik də, yəni, parmağı versən, qolu dartıb qopardırlar. Bu məsələləri tənzimləyib işi həll etmək mümkündür əslində. Elməddin İmanov, mən elə bilirəm ki, sizin suallarınızı ətraflı cavablandırdıq. Fariz yazıb, niyə Bakının ətraf qəsəbələrinə çəkilən zebralar piyada keçisi zolağın bir aya solur, rəngi gedir? Fariz, çox sağ ol bu problemi qabartdığına görə. Bu çox məsuliyyətsiz bir yanaşmadır. Dövlət qurumları bu cür məsələlərə ciddi yanaşmalıdırlar. Bu boyalar keyfiyyətli boya olmalıdır. Ən azı bir il qalmalıdır və bu bir il müddətində görünən vəziyyətdə olmalıdır. Həm sürücü o zolağı görməlidir, həm piyada uzaqdan görməlidir. İşıq qaytarıcı elementləri yüksək olmalıdır. Belə başdan soldu divara, ora-bura çəkilən boyaları gətirib yola vurmazlar. Bax belə. Dilqəm Borçalı yazıb, salam, necəsiz? Allah sizi qorusun. Təşəkkür edirəm
Soydaşım İlqəm yəqin ki, Gürcüstandan yazır, çünki Azərbaycan və Gürcüstan bayraqlarını öz profilində dalğalandırır. Cavid 751 yazıb, salam mənə 70 getdiyim yerdə 90 nişan olan yerdə 129-la 50 manat 2 bal cərimə gəlib, şikayətə baxan yoxdur. Cavad 751. Cavad, sən onu bizə göndər. Bax, bizim 070 335 15 59 qaynar xətt nömrəmiz var. WhatsApp üzərindən göndərə bilərsən. Bir də təkrarlayıram. 070 335 15 59. Yəni, bu cür problemlərlə üzləşən hər kəs o nömrəyə yaza bilər, öz problemlərini göstərə bilər. Məsələn, bax, dünən elə bir vətəndaş göndərmişdi ki, onun maşınının nömrəsi 403-dür, amma başqa bir modeldə nömrəsi 409 olan maşının cəriməsi ona gəlir. Biz onu yönləndirdik Baş Dövlət Yol Polis İdarəsinə, həll edildi. Yəni, həftə ərzində olur belə 3-5 belə bu tipli şikayətlər olur. Yönləndiririk və dərhal da həll olunur. İndi siz onu göndərmişsiniz, şikayət eləmişsinizsə bizə də yönləndirin, bir baxaq. Ola bilsin ki, iPatrol çəkib, hərəkətdə olan iPatrollarda bəzən görürsünüz, nizamlanmada səhv ola bilir. Deyək ki, aşağı sürət olan yerdə, deyək ki, 50'lik olan yerdə fokuslanır 60'a ki, 60'dan yuxarı keçənləri artıq cərmələsin. Və inspektorda da onlar birdən yadından çıxarır, hərəkət edir, gedir, 70-80 olan yerdə başlayıb digər sürücülər orada radara düşür, cərimə olunurlar ki, burada artıq sən yüksək sürətlə hərəkət eləmişsən. Çünki radar fokuslanıb 65'ə, deyək ki, 61 ilə, 62 ilə gedən artıq düşür. Yəni, bu cür səhvlər ola bilər, amma istənilən halda, əgər belə bir narazılığınız varsa, məhkəməyə də müraciət edə bilərsiniz ki, texniki vasitələrin göstəricilərini sizə təqdim eləsinlər. Vətən abaddır deyən insan yazıb bizə, sərnişinlərdə qaydalara əməl etməlidir. Bəli, sərnişinlər üçün də yol hərəkəti haqqında qanunda qaydalar müəyyənləşdirilib. Maşında, sərnişin qismində, avtobusda, metroda, dəmir yolunda, təyyarədə hamısı məsuliyyətli olmalıdır, çünki qanun bunu belə tələb edir. Deməli, sürücülük Arzu Babazadə yazıb, Abay Konanbayevdəki ağzına təkər qoyulan kanalizasiya sayənizdə düzəldi. Təşəkkür edirəm Arzu xanım. Siz də sağ olun ki, onu çəkib ictimailəşdirirsiniz. BB yazıbdı. Salam, 535 manat cəriməm olubdu. 17 də bal cəriməni ödəmişəm. 2 gündən sonra nə? Ladı prava, nə? Qahı sa, ladı ki prava. BBB. Qardaş, valla başa düşmədim, nə deyirsiniz? Axır, əvvəli başa düşdüm. Hə, Rişeniya oldu, indi arxasında yazır. Rişeniya olubdu, onu necə bərpa etmək olar? 17 balla sürücü hüququ məhdudlaşmır. Bəlkə əlavə yenə də bir xəta törətmişsiniz, üstünə gəlib 20 balı tamam eləmişsiniz. Bu ola bilər. Ya da o cərimələrin bəzilərinin ödənmə müddəti 3 ayı keçib. Bu da ola bilər. Yəni 3 ay müddət keçirsə, avtomatik sürücü hüququnun məhdudlaşdırılması məsələsi məhkəmə qaydasında həll olunur. Ramin 20 yazıb. Allah sizləri hər zaman var eləsin. Çox sağ ol Ramin, təşəkkür edirəm. Allah sizi də qorusun. Ümumiyyətlə, o sürücülər niyə sükanın arxasına keçir ki, yararsız sayılırlar axı? Sürücülük Arzu xanım soruşur, yazır. Ramin, Gəncədən salamlayırsan, mən də Gəncəyə Atəşin salamlarımı göndərirəm. Çoxlu dostlarım var orada və o bölgəni, Gəncəbasar bölgəsini çox sevirəm. Çox dəyərli bir ərazidir mənim üçün, bir zonadır. Azərbaycanın hər yeri gözəldir, Gəncədə həmçinin. Arzu xanım soruşur, o xəstə adamların, bizdə yəni elə bir məhdudiyyət yoxdur da, yəni boy 1.50-dən aşağıdırsa kəmər taxmasın və yaxud da sürücü olmasın. Həkim komissiyası rəy verirsə ki, bu adam sürücülüyə yararlıdır, ona sürücü vəzifəsi verirlər. Təbii ki, orada boy məsələsi də var. Bizdə yəni 1.50 icazə verilən bir boy ölçüsüdür. Ona görə bəlkə də gələcəkdə bu məsələyə baxmaq olar. Məsələn, yol nəqliyyat hadisələrinin belə deyək də analizi göstərməlidir ki, bəli, boyu aşağıda olan, az olan insanlar görmə radiusunu düzgün tənzimləyə bilmirlər, qəza törədirlər.
Bu zaman çıxıb ortaya demək olar ki, qanunda bunu dəyişək. Amma hələ ki, belə bir problem mən görməmişəm. 707 yazıb, salam maşını da digər sürücünün cərimələri var, ödəmir. Maşına da həbs qoyulub. Biz nə deyək, sürə bilmirəm. 707. Deməli, siz əminsinizsə ki, digər sürücü sürüb. Bunu Baş Dövlət Yol Polis İdarəsinə və yaxud da yaşadığınız ərazi üzrə qeydiyyat imtahanı, regional qeydiyyat imtahan şöbələrinə yaxınlaşıb məlumat verin, ərizə rəsmi şəkildə yazın və sizə rəsmi şəkildə etiraz verilsə, siz ondan narazı qalsanız, məhkəməyə müraciət edin. Məhkəmə bu işə baxsın ki, həqiqətən yol polisi cavabdeh qismində gəlib orada sübut eləyə bilər ki, maşını həmin vaxt siz sürmüsünüz, yoxsa digəri sürüb. Əgər sübut olunsa ki, sükan arxasındakı siz deyilsiniz, o birisidir, təbii ki, o cərimələr onun adına yönlənməlidir. Amma siz məhkəmə vasitəsilə bu məsələləri tənzimləməlisiniz, müraciət eləməlisiniz. Və yaxud da cərimələri ödəyin, həmin şəxsə qarşı məhkəmədə mülki iddia qaldırın ki, mən sənin əvəzindən cərimə ödəmişəm, yol polisindən sadəcə sübutları alın ki, həqiqətən o sürüb. Sübut edə bilsəniz, o dəymiş zərəri o sizə qaytarmalıdır. Biraz uzun prosesdir, ona görə şərihli maşın məsələsi olmaya da, bax, belə problemlər o qədərdir ki. 707, siz bu sualı bəlkə 8 dəfə yazmışsınız, mən də cavablandırdım. Deməli, sport burcu ilə bağlı bayaq cavablandırmışdım. Murtuz yazıb ki, salam qardaş, niyə soruşmursunuz? Boltdan ki, 25% tuturlar. Onu mən dəfələrlə danışmışam. Bu, özəl bir müəssisədir, şirkətdir, sahibkarlıq subyektidir. Belə bir qiymət qoyub. Siz gedib haradasa çay içirsiniz, kofe içirsiniz. Dükan deyir ki, qiyməti budur. Siz onunla dalaşıb deyə bilirsiniz ki, bahadır bunu aşağı ilə. Oturub çayı da içirsiniz, yeməyi də yeyirsiniz, hesabı da ödəyirsiniz. İndi Bolt da deyir, mən xidməti bu cür qururam. Azərbaycanda da belə bir hüquq mexanizm, qanun yoxdur ki, biz Bolta deyək ki, sən 24% alma, 25% alma, 15% al. Yəni, adam şirkət açıb, qazanc əldə etmək üçün belə bir məbləğ qoyub. Bolt da elədir, Uber də elədir, 189 da, digərləri də elədir. Bir CB yazır ki, o kimdirsə lap əzbərləyib 65 qəpik. Hə, qardaş, o həmişə yazır bura ki, 65 qəpik çörək pulu göndərin. Sosial şəbəkələrdə yəqin bildiniz də nə qədər dələduzlar peyda olub. Cavan-cavan uşaqlardır. Xəstə uşaqların şəkillərini qoyurlar, paylaşırlar. Elə də belə təsirli mesajlar yazırlar. Balam ölür, son arzusu əməliyyata girməkdir. Hamı da pul göndərər. Məlum olur ki, adam 100 minlərlə pul qazanıb. Belə şeyləri də görəndən sonra adam bilmir kimə yaxşılıq eləsin, kimə üz döndərsin, kimə ümumiyyətlə yaxın durmasın. O dələduzluq, yəni Azərbaycanda dələduzluğun həddi hüdudu yoxdur. Yəni hər variantı ələ atırlar. Mən adam eşitmişdim, televiziyaların birində də çıxıb övladının sağalması üçün yardım istəmişdi. O pul da yığılıb ona vermişdi. Uşaq da müalicə olunmuşdu, sağalmışdı. Üstündən 4 il keçəndən sonra məlum oldu ki, o qadın hələ də sosial şəbəkələrdə o kampaniyanı davam elətdirir, pul yığır. Uşaq sağalıb, sağlamlığına qovuşub, sağ olsun bizim qayğıkeş insanlarımız, dəyərli insanlarımız pul göndəriblər, o müalicə olunur. Amma adam 4 ildir hələ də, bəlkə indi də o işlə məşğuldur. Yəni, o uşağın şəklini hələ də paylaşır və yenə pul istəyir. Məsələn, siz yollarda görürsünüz də, uşaq şəkili tuturlar, pul istəyirlər. Məsəl üçün, mən birini görmüşəm, 5 ildə yeni şəkili tutur. O 5 ildə uşaq böyüyür, dəyişir filan. O 5 ildə həmən şəkillə orada pul qazanır. Yəni, belə adamları görəndə adam dəhşətə gəlir. Yəni, real ehtiyaclı insan görərsən, yaxşılıq eləyərsən, kömək olarsan, dəstək olarsan. Bu dələduzlar adamın bütün hisslərini öldürür ki, yəni, yaxşılıq eləməyə də adam bəzən çəkinir ki, bilmirsən, ehtiyacı var, yoxsa istifadə edir. Deməli, Abbasov 43 yazır. Texpasport itib, rüsumu neçə manatdır? Texpasport itibsə, siz Baş Dövlət Yol Polis İdarəsinə və yaxud da merollara müraciət edirsiniz. Avtomobil müayinə olunacaq, 30 manat onun haqqıdır. 40 manat da texpasporta görə rüsum ödəyəcəksiniz. 2 manat da bank xərci gəlir. Nə qədər oldu? 72 manat. Deməli, Rövşən 944 yazıb. Taksilər şəhərdə adam mindirib düşməyə yer tapmır. Hər yerdə kamera var. Nə etsin bu sürücülər?
Avtobus zolaqları ilə bağlı bəli, narazılıq var idi. İndi zolaqların bir çoxunda artıq sərnişinlərin mindirib düşürülməsi üçün məntəqələr yaradılır. Olmayan yerlərdə də əgər hansı küçədəsə görürsünüzsə, sizi narahat eləyirsə, narazı salırsa, buranı bizə deyin. Bax, nömrəni bir də xatırladıram. 070 335 1559. Bizim qaynar xətt nömrəmizdir. Avtosfera saytı. Müraciət edin, biz də məsələni aynə qarşısında qaldıraq, birlikdə həllinə nail olaq. Deməli, Sumqayıt taksi yazır. Sənədsiz taksilər haqqında nə tədbir görülür? Görülür. Artıq onunla bağlı tədbirlər görülməyə başlanılacaq bu ildən. Çünki artıq dekabrın 31-də sertifikat və digər məsələlər üçün müraciətlərin də vaxtı bitdi, dayandı, əlavə. Ancaq növbəllik əsasında olacaq. Təbii ki, belə olan halda qanunsuz işləyənlər olacaq və var. Onlarla da məşğul olmalıdır aynə və yol polisi. Murtuz yazıb, niyə 25%, ona mən cavab verdim. Onu bayaq cavablandırdım. İşıq oradakı saniyələrdən də danışdıq. Mən dediklərim bizim elə xeyrimizədir. Mən də maraqlıdır. Taksilər üçün ancaq qadağalar çıxartılsın. Valla sən dediklərim bizim nə xeyrimizədir, nə də maraqlıdır. Taksilər üçün ancaq qadağalar çıxardılsın. Niyə qadağalar çıxardılsın? 019 SS yazıb ki, sənin dediklərin deyir, bizim xeyrimizə deyil. Mən yol nəqliyyat hadisələrindən danışdım, sürücülərin məsuliyyətindən danışdım, botla bağlı məlumat verdim və burada da sualları cavablandırıram. Sən burada nə xeyir gözləyirsən? Kartvat bir 5-10 manat göndərim, bəlkə xeyir onu deyirsən. Nə güdürsən məndən? Biri də yazıb Alov adı ilə, deyir, Cahamat acından ölür, ondan danış. Və sən acından ölürsənsə, bu TikTokda nə gəzirsən, niyə gedib işləmirsən? Cahamat özü də. Cahamat yox, camaat. Belə yazılır, Cahamat. Və acından ölən burada nə gəzir? İşıq oradakı saniyələr, bunu danışdıq axı bayaqdan. C nəbili yazır. Skuter A nöqtəsindən B nöqtəsinə getmək üçündür. Bəli, mikromobillik vasitəsidir. Dünyada da geniş yayılıb. Deməli, işıq oradakı, ay Vüsal, bunu bayaq danışdıq. Axı qardaş, yazırsan ki, canlı açmışsınız, yazını oxuyun. Oxuduq da nə qədər oxumaq olar? Eyni şeyi bir də oxuyum deyirsən. Danışmışıq. Eyni anda keçdim. 100 manat 3 bal hərdə yanı qırmızıdan keçmişsiniz. Vüsal yazır. Salam, yol polisi arxadan işıq cihazı ilə maşın saxlaya bilər. Arxadan işıq cihazı ilə Zaur Əlabbasov yazır. Salam, yol polisi arxadan işıq cihazı ilə. Əlbəttə, yəni yol polisi sayrışan işıqla sizə xəbərdarlıq edə bilər və yaxud da səs vasitəsilə eyni zamanda bu mikrofonla da çağıra bilər ki, nəqliyyat vasitəsini saxlayın. O zaman saxlamaq lazımdır. İşıq siqnalı, səs siqnalı yəni sizi xəbərdar etməlidir ki, maşını dayandırmaq lazımdır. Əziz dostlar, bir dənə xəbərdarlıq edeyim. Bu canlı açanda bəzən bu onlayn qumar oyunu işlədənlər də girir, burada boş-boş şeylər yazırlar. Dəvət edirlər, nə bilim, qoşulun. Mən qəti əleyhinəyəm onlayn qumar oyunlarının. Çünki ətrafımızda nə qədər insanlar var, varını, yoxunu, pulunu, parasını, evini, eşiyini, hamısını itirib.
valideynlər bərbad vəziyyətdədir. Bu yaxınlarda eşidirəm, bizim uzaq qohumlardan da biri 100 neçə min pul uduzub onlayn qumarlarda. Təsəvvür edirsinizmi? Ona görə gecələr uşaqlarınız telefondan çox yapışırsa bir baxın ki, o nə işlə məşğuldur. Təəssüf, insanlar belə tora tez düşürlər. Bit Motors yazır ki, qardaş, açığı millətlə müharibə aparırlar. Harada gedir o müharibə, mənə də deyərsiniz zəhmət olmasa, taksi duracaqlarında niyə qıraq maşınlar saxlayır, niyə cəzalanmır həmin maşınlar, taksiyə yer olmur, İbrahim 709 yazıb. Elə yerləri görəndə şəklini çəkin bizə göndərin, biz yol polisinə, aynaya yönləndirək, həmin əraziləri nəzarətə götürsünlər, lazımdır kamera quraşdırsınlar, ərazi üzrə inspektorlar tez-tez gəlib ərazini nəzarətə götürsünlər. Bizə göndərin də, yəni biz ancaq sizə xidmət edirik də, yəni mən burada niyə oturmuşam? Nə TikTokda canlı açıb pul yığanlardan deyiləm, nə başqa bir işlə məşğul deyiləm. Oturmuşam, sizin suallarınızı cavablandırıram, vaxtımı sizə həsr edirəm. Yəni siz də çəkin, göndərin, nə var ki, bir şəkil, bir video, bir də küçənin adını yazırsınız, hansı rayon, hansı ərazi. 070 335 15 59 bizim ərazimizdir. Göndərin, biz onu ictimailəşdirərik, çəkərik, yayımlayarıq, aidiyyatı qurumlara göstərərik və faydalı olar. Deməli, 20S504 yazıb, Usilitel ilə bağlı yeni səs gücləndirmə ilə bağlı 150 manat əlavə avadanlıq cərimə yazıblar. Bu düzgündür. Avtomobilin konstruksiyasını pozursunuzsa, əlbəttə düzgündür. Bəzi adamlar birisi də arxaya o aparaturanı yığdıranda avtomobilin müəyyən detallarını kəsirlər, doğrayırlar, yığırlar ora və səs gücləndirici məsələsində də bilirsiniz, polis məsələyə ciddi yanaşır. Çünki çoxlu şikayətlər var. Ona görə bu qanunla qadağandır. Eləməyin. Binəqədi Zəngəzur svetoforu çox azdır. 10-12 saniyədir. Xan 212 yazıb. Bəli, bu yaxınlarda oradan bir nəfər də mənə dedi. Svetoforu kəsişmədə azaldıblar. 10-12 saniyə. Bunu ərazidə imkanınız olsa, Xan 212, mən xahiş edirəm, 070 335 1559 bizim nömrəmizdir. Onu bir çəkib göndərin, bir konumunu da atın bizim bu telefon nömrəsinə. Mən onu bir intellektual mərkəzlə müzakirə edərəm ki, yəni 12 saniyə svetofor olmaz axı, 12 saniyə ilə biri qabaqda telefonla qurdalandısa da vəssalam, düşdün qırmızıya təzədən. Deməli, Usilitel ilə bağlı cavablandığı, salam əleykum, sürücü buraxılış kartı vaxtı bitdikdə və ya bitməmiş vaxtı artırmaq olar. Avtomobil Məhəmmədli yazıb. Artıq aynanın verdiyi qərarı bilirsiniz. 31 dekabrdan sonra müraciətlər hamısı dayandı. Növbəllik əsasında. Yəni, vaxtınız bitsə, siz təzədən onu artırmaq üçün müraciət edəcəksinizsə, oturub gözləməlisiniz ki, sizin növbəniz nə vaxt çatırsa, o onlayn qaydada sizə məlumat veriləcək ki, siz gedib onu yeniləyə biləsiniz, yenisini ala biləsiniz. Dilsuz Məmmədov yazıb, mənim sualımı da oxu, bu dəqiqə baxın. Çünki suallar gəldi aşağı, indi yuxarı baxa-baxa gedirəm. User yazır, oğlumun pravası yoxdur, mənim maşınımı sürsə cərimə nə qədərdir? Oğlunuza 200 manat cərimə yazacaqlar, sizə də 60 manat. Hüzur dolu yazıb, yəni baxım görüm nədir. Binəqədi Zəngəzur yolunu oxudum. Usilitel ilə bağlı da çoxdur. Binəqədi Zəngəzur nə qədər yazıb eyni sual. User yazıb, yol xətlənməsi niyə işıq qaytarıcı yox, adi boya ilə icra olunur? Valla biz elə bayaq da onunla bağlı danışdıq. Çünki yeyintiyə yol verirlər. Keyfiyyətsiz boyalardan istifadə edirlər. Keyfiyyətli boyanı layihədə yazırlar, amma gedib keyfiyyətsizini alırlar. Allah onların bəlasını versin. Əgər kimsə bu işlə məşğul olursa və onların ki, sayəsində insanlar ölür, onların Allah bəlasını versin. Başqa nə demək olar? Mənim salam səhər, şəhər qayiləri yük maşınlarına çox incidirlər. Tutub 150-200 manat alıblar, user yazır. Yük maşınları əgər qadağan olunan saatlarda yola çıxırsa, onu saxlayıb cərimə meydançasına aparırlarsa, bunun cəmi 40 manat cəriməsi var.
Dilsuz Məmmədovun sualını hələ ki tapa bilməmişəm. Çünki bu 20S504 sualı haradasa 25-ci dəfədə oxuyuram. Hələ gedir. Nə qədər yazıb. Qardaş, sən neynəmsən? Hə, dilsuz sualı tapmışam. Traktorun arxasında təkərsiz nə? Təkərsiz aqreqata qoşmaq sənəd soruça bilərmi? Əziz dilsuz, mən başa düşmədim. Siz nəyi soruşursunuz? Traktorun arxasında təkərsiz aqreqata qoşmaq sənəd soruşa bilərmi? Yəni, nəyisə qoşub aparırsınız, yəni qoşqu məsələsi qanunla tənzimlənir. Siz mənə sualı düzgün verin, mən də bilim söhbət nədən gedir. Zəhmət olmasa bildiriş edin, dədə yazıb. Nəyin bildiriş edeyim bilmədim. Orada gəlin Zabratda qayılar at oynadır. Etalon yazıb. Qayda pozmayın, sizlə heç kimin işi olmayacaq. Mən buna əminəm. Natiq yazıb, küstüm sizdən yazdıqlarıma cavab vermirsiniz. Natiq baxıram, çünki eyni adam sualı 20-30 dəfə yazır, göndərir. Aşağı düşür, görə bilmirəm. Baxıram indi, Natiq tapacam. Mebelləri az yazıb ki, şəhərdə tıxacların qarşısını almaq üçün hansı tədbirlər görülür? Xəbəriniz varmı? Görülür, metro tikilir, dəmir yollarının inkişafından artıq danışa bilərik. Yeni avtobuslar gətirilir ki, insanlar ictimai nəqliyyata üst tutsunlar. Yeni yollar çəkilir, tunellər tikilir. Bu barədə də bayaq danışmışıq. User yazıb, qayə gizlənib cərimə yaza bilər. Yox, yol polisinə gizli xidmət qadağandır. Aşkar şəraitdə olmalıdır ancaq. Xan, bayaq oxudum sizin sualı. Müəllim, piyadalara niyə nəzarət yoxdur? Hörmətlə Səbail. Piyadalarla bağlı, bəli, Səbail. Heç də yaxşı vəziyyət yoxdur. Nəzarət başlayıb. Çünki son dövrlər mən görürəm, yəni, iş gedir. Ara sıra gedir, amma gedir. Bu da zəifdir. Təbii ki, biraz kütləvi şəkildə tədbirlər görülsə, piyadalar da öz məsuliyyətlərini dərk edərlər. Dədə burada yazıbdı. Nədir bu? Salam, hər vaxtınız xeyir. Maşının buraxılışı var. Sabah hadisə olsa, maşın yararsız olarsa, nə olacaq buna? Buraxılışı var. Nə buraxılışı var? Hadisə olsa, sürücü məsuliyyətə cəlb olunacaq. Amma sual aydın deyil. Bir qeyri-müəyyən sualları yazırsınız. Salam. Etalon yazır, hər şeyi sürücülərin üstünə atırsınız. Nə deyirəm, qardaş? Deyirəm, qaydalara əməl edin. Başqa heç bir problem yoxdur. Salam. Yol 2 gediş, 2 gəlişdir. Ortada tək bütöv xət. Gediş-gəliş isə 40-40 xət. Əvvəldə ötmək. Rafo yazıb. Sualın arxası hara getdi, ay Rafo? Bir dənə baxaq. Qırıq xət varsa, ötməni qadağan edən nişan yoxdursa, siz orada ötə bilərsiniz. Bütöv xətdə də geri qayıda bilərsiniz, o da problem deyil. Boss yazıb ki, bu manata işləyənlərə dəyməyin. Valla dəyib dolaşan yoxdur. İşləyirlər də, normal işləyirlər, amma cəmaatı incitməsinlər, rahat şəkildə işləsinlər. İşıqforlar düzgün nizamlanmayıb şəhərdə, mebellər az yazır. Yanında elə də yox da, gözəl insan. Ola bilər də, birində ikisində problem ola bilər, amma da ümumi hamısı düzgün nizamlanmayıb. Bunu nəyə əsasən deyirsən? TT Murad yazıb, salam gözəl insan, taksi tarifi nə zaman sabitləşəcək? Hələ ki, bununla bağlı bir qərar yoxdur və belə görürəm ki, bu yaxınlarda gözlənilmir. Çünki mən təklif eləmişəm əslində ki, taksi ilə bağlı qiymətin tənzimlənməsinə ehtiyac var. Belə boş buraxanda həm sürücü narazıdır, həm sərnişin. Tənzimlənmə olmalıdır, mən bunun tərəfdarıyam. Araz yazıb, salam necəsiz? Təzə işıqfora qoyulan nişan çaşbaş salıb bizi. Olmaz ki, işıqfora əlavə seksiya qoyula.
Aras hardadır, onu bizə çəkin göndərin, biz onu bir baxaq görək nə baş verir. Bizim nömrəmizi xatırladıram, 070 335 1559. User yazıb, salam, xahiş edirəm bu məsələni işıqlandırarsınız. Niyə indi yol xətlənməsi adi boya ilə icra olunur, onu danışdıq. Çünki məsuliyyətsiz insanlar var. 20 S504 yazdıqlarım düşür nədir? Daha bura sənin mesajlarından dolubdur. Həci Anar yazıb. Deməli, bir sual verim. Mənim nömrəm defislidir. Biri körlanıb. İndi mən necə edə bilərəm defislə alacam? Yox, indi körlanmış nömrəni də bərabər texpasportla bərabər aparırsınız yol polisinə. Orada sizə yeni nömrə verəcək. İstəyirsiniz birini dəyişirsiniz, biri verilir. İkisini də dəyişirsiniz, ikisi verilir. Artıq defissiz verilir. Amma da qəsdən eləməyin də. Çünki o qəsdən eləyənlərə görə həqiqətən nömrəsini ehtiyac üzündən gedib dəyişmək istəyənlərin də işi uzanıb. Hamı özə deyirlər pul yoxdur. Pul yoxdur, yol polisində növbə yaranıb. Defissiz nömrə növbəsi. 50 manat qoyub cibinə gediblər ora ki, biri 25 manatdır deyib dəyişəcəyik. Nəyə lazımdır axı bu? Durub da defislə olanda nə olur ki? Evə buraxmırlar adamı. Vüsal yazıb 90 YP 544 nömrəli yol qayıb maşınının cəriməsi mənə gəlib. 90 YS 544 102-yə məlumat verdim, ərizə də yazdım. Vüsal düz eləmisən? Bizə də istəsən göndər. Bax 070 335 1559. Belə problemlər təbii ki, texniki avadanlıqların səhvidir, olur. Amma orada əyləşən əməkdaşlar gərək diqqətli olsunlar ki, sistemə onu vuranda baxsınlar. Siz onu bizə də göndərin, biz də onu yönləndirəcəyik və tədbirdə görüləcəkdir. Bir gün ərzində həll olunacaq. Biz elə dünən eləsin birini həll eləmişik. Natiq, tapdım sualını, qardaş. Deməli, hal-hazırda maşın lizingdir. Lizing bitdikdən sonra maşına yeni nömrə alanda istəyə oradan bir ayna yoxdur. Gəlməyib mesajın davamı. Və alanda təzə nömrə verəcəklər. Lizing nömrəsini təhvil verməlisiniz. Siz də oradan istədiyiniz nömrəni əldə edə bilərsiniz. Rüsumunu ödəyəcəksiniz, verəcəklər. Belə. Məhəmməd müəllim, bu piyadaların niyə nəzarəti yoxdur? Mısı təqsirkar kimdədir? Salam müəllim, Opel 1.3 dizel 2007 Texas motorun qiyməti nə qədər olmalıdır? Deməli, 2007-dirsə, haradasa 20 manat o, 30 manat da texniki baxışın rüsumudur. 50 manat. Bank hesabı ilə hesablasaq 51 manat edir. Natiqin də suallarını tapdıq. Natiq, sən də maşallah xeyli yazmışsan ha. Amma sualın arxası yoxdur da. Gəlin, axırıncı sualları da cavablandıraq, sağollaşaq. Hacı Talıbov yazır. Mən maşını adıma keçirmək istəyirəm. Xeyirli olsun, keçirdin. Avtomobili sənədləri aparın, təqdim edin, müayinə eləyəcəklər və keçirdəcəklər. Salam, taksidə Invo deyilən bir şey çıxıb. O nədir və ödənməsə nə ola bilər? Invo deyil. Invo taksidə heç nə yoxdur. Siz sosial ödənişləri falanları elədinizsə, sənədləri də əldə etmək üçün ödənişləri eləmişsinizsə, başqa bir ödənişə ehtiyac yoxdur. 070 335 1559 bizim qaynar xətt nömrəmizdir. WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz. Salam, mənim taksi buraxılış kartım var. Təzə maşın alsam, köhnə maşının buraxılışını ümidinə almaq olar? Olar. Aynaya müraciət edin. 141 qaynar xətt var. Əlaqə saxlayın, detallarını sizə izah edəcəklər. Salam, mənim reminim taxtadığım yerdə mənə cərimə gəlib, deyir, get məhkəməyə ver. 177. Siz yol polisinə rəsmi qaydada müraciət edin, ərizə ilə. Sizin ərizənizə belə sizi qane eləyən cavab verilməsə, o zaman bəli, məhkəməyə verə bilərsiniz ki, ona xitam verilsin. Salam, taksidə Invo. Bunu bayaq oxuduq. Elə bir sənəd yoxdur. Salam, mən sizdən xahiş edirəm. Bu adamlardan uzun üzü şəhidlərdə tərəf qarşıda sola dönürlər. Ona görədir. Bu adamlardan üzü şəhidlərə tərəf sola dönürlər.
Hə, Müdafiə Nazirliyinin arxa küçəsindəki ərazini, yəqin Milli Məclisin ağzını deyirsiniz. Amma orada sola dönməyə də icazə var axı. Salamat istifadət etdiyim avtomobilimin buraxılış kartının müddəti bu ilin sonunda bitir. Emin Sultanov yazır. Bitirsə yeniləyə biləcəksiniz, amma növbə gözləməlisiniz. Çünki aynı yeni sistem qurub. Ona uyğun növbə gözləmək lazımdır. 77 RO 560 yazıb. Nədir bu? Salam taksidə 6 kilometr yola kimi 350 yazır. Amma 9 kilometrinə kimi 350 yazır. Yenə görürsən hansı ölçü vahidi ilə. Bu ola bilsin zamana uyğun hesablanır. Yəni pik saat və yaxud da qeyri-pik saat. 40-40-da çıxıb düz xəttə qayıtmaq olar. Firuz yazıb 981. Əlbəttə olar. Salam. Dediyiniz probkanı pürüzlər yaradır. Pürüzdən yığdırdınız. İndi probkanı kim yaradır? Dəhşət probka yaranır. Tıxacdan danışmışıq Həsən Rəsulov. Onun kökü bölgələrdən başlayır. TT yazıb, avtobus zolağına qoymurlar nişanı. Nəsə başa düşmədim. Niyə qoymurlar, nəyə qoymurlar? Qardaş, mən adıma keçirtmək istəsəm, amma məndən 500 manat istədilər, kömək edin. Hacı Talıbov yazır. Valla mən necə kömək edin? Mən deyirəm qanunla, gedin yol polisinə, ərizə ilə müraciət edin. Ərizə yazın ki, mən bu maşını öz adıma keçirtmək istəyirəm. Sənədlər də budur. Proseduru mənə deyin və kömək edin. Onlar sizə rəsmi qaydada cavab verəcəklər. Yaxınlaşın filan yerə. Rəsmi rüsumlar nədir? Ödəyin, keçin. Etirazınız yaransa, bəli, artıq deyin ki, qardaş, mənə rəsmi cavab verin ki, bu niyə belə olub? Məhkəməyə də müraciət edə bilərsiniz, 102 xidmətinə də, məhkəmədən əlavə prokurorluğa da şikayət edə bilərsiniz. Yəni, hər yerə şikayət eləmək hüququnuz var. Əsas odur, işi rəsmi görün. Gedin bir ərizə yazın ki, mənim maşınımın qeydiyyatı ilə bağlı rüsumlar barədə məlumat verin və mən bu prosesi keçmək istəyirəm. Elxan İskəndərov yazır ki, son bir ay ərzində dövlət yol polisi taksilərin qəniminə çevrilib. Taksi işləməsən vergi ödəmək lazımdır, böyüyün açıqdır amma. İşləmirsənsə roman bağlamaq lazımdır. Böyüyünü bağlatdırın, yoxsa yəni boş hesabat da olsa verməlisiniz. Deməli, axırıncı bir sual da var idi. Taksidə aylıq ödənişlər nədir? 83 manatdan başqa ödənişlər var, yoxdur. Salam. Player yazıb ki, yollarda 90-lıq yerdə 100-110 ilə sürülür. Maksimum cərimə 10 manat. Xüsusilə traslarda. Təəssüf ki, var da bizim insanlar sürətə meyillidir. YouTube'dan da bir izləyicimiz yazıb ki, radarları hər addıma bir qoyaq, nə gözəl olar. Təşəkkür eləməz dostlar, hər biriniz çox sağ olun. Araz nə yazıb? 1.73 dəm qazı çoxdur, sizcə dizel tüstü falan vermir qəti şəkildə. Ona görə cərimə yazıla bilər. Araz 1.73 dizel üçün yəni normadan biraz artıqdır. Yəni 1.50 normasıdır, 1.73 də yəni o qədər də çox deyil. Bakıxanov körpüsünün altı ilə bağlı Elxan baxarıq ona. 2011 bu dəqiqə. Hacı, bax bunu da deyirəm, sağollaşırıq, əlavə sual vermə. Vaxt nə qədərdir? 1 saat 8 dəqiqə, olur 9 dəqiqə. Deməli, Hacının maşını. Nədir bu? 1400 kub 2011. Deməli, 1400 10 ildən çox. Deməli, 21 manat. Gəl üstünə 30, 60 manat da bunlar. 81, uçot haqqında 91 manat. Bank xərcləri ilə bərabər gəlir təxminən bir 100 manat pul tutur sizdə. Belədir vəziyyət.
Dostlar, hər birinizə təşəkkür edirəm. Sağ olun bizi izlədiyiniz üçün. Suallarınıza çalışdığım qədərilə ətraflı cavab verdim. Növbəti həftə görüşərik. Yenə də nömrəmizi xatırladıram. 070 335 1559 bizim qaynar xətt nömrəmizdir. Üzləşdiyiniz problemlər, cərmələr və s. mövzular, nəqliyyatla bağlı, işıqlandırma, küçələr və s. nəsə problemlər olsa, çəkin, göndərin, ərazini də qeyd edin. Biz də bir-birimizə dəstək olaq, cəmiyyətdə bu problemlər həllini tapsın. Cənab Prezident də həmişə çıxışlarında deyir, vətəndaş öz mövqeyini göstərməlidir. Yəni, bir problem görürsünüzsə, fikirləşməyin ki, bu problemi kimsə gəlib həll eləməlidir. Siz də bir qatqı qatmalısınız ona. O zaman işlər daha sürətli şəkildə gedəcək. Hələlik.